Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağsu rayon komitəsinin təşkilatçılığı ilə İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğuna ekskursiya ediblər. Qoşa qala qapısından başlayan gəzinti zamanı iştirakçılar qala divarları və giriş qapıları, qədim ticarət yollarının keçdiyi ərazilər, şəhərin ilkin formalaşmasını əks etdirən abidələrlə tanış olublar. İştirakçılara İçəri şəhərin qədim kulinariya ənənələrini, memarlıq üslubunu birləşdirən qastro-irs proqramı da təqdim olunub. Sözü gedən təşəbbüs səhər yeməyi ilə başlayıb, baş aşpazla qədim yeməklərin hazırlanması dərsi və milli naharla davam edib. Şirniyyat ustası ilə canlı dərs və çay mərasimi ilə yekunlaşıb. Ekskursiya Respublika Komitəsinin əməkdaşlarına İçəri şəhərin həm tarixi ritmini, həm də zəngin dad mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaradıb. Kim bilir neçədir dünyanın yaşı, tarixin nə qədər yazısı vardır. Hər saxsı parçası, hər məzardaşı nəsildən nəsilə bir yadigardır. Hər saxsı parçasının, hər məzardaşının bir tarix olduğu bir dövrdə bu boyda Şirvanşahlar sarayını gəzmək, Karvansaranı dolaşmaq nə qədər böyük bir xoşbəxtlik nəsib elədi bizə, nə qədər gözəl bir gün keçirdik. Hələ bir üstə gəl bizim bir gözəl məsələmiz var. Deyir, əvvəl təam, sonra kəlam. Hətta o keçmişin gözəl təamlarından da burada dadıq. Azad Həmkarlar Təşkilatına çox təşəkkür edirik tədbirə görə və burada gördüklərimizi biz şagirdlərimizə də çatdıracaq və milli ruhu onlarda da tərbiyə eləmək üçün əlimizdən gələni eləyəcək. Bu işləri qurub quruşturmaqda şəxsən bir mən 67 yaşlı bir müəllim kimi, veteran bir müəllim kimi, 45 ilə yaxındır ki, həmkarların üzvü olan bir müəllim kimi şəxsən mən bunu dəstəkləyirəm. Sevinç xanıma uğurlar. Qeyd edək ki, İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğuna ekskursiyaya komitənin digər rayon və şəhər komitələrinin, həmçinin digər üzv təşkilatlarının əməkdaşları da cəlb ediləcəklər. Memarlıq və inşaat ili ilə bağlı Dadım və Tarixin Yolu adlı konfederasiyasının təşəbbüsü ilə gəlmişik. Bizim burada ən çox ittifaq üzvlərimizdən tarix, Azərbaycan dili, coğrafiya müəllimlərimiz iştirak eləyir. Bu turu bizə məsləhət görən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası cənab sahib müəllimə dərin təşəkkürümü bildirirəm. Eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz müəllimə bu günlərim həqiqətən də biz ittifaq üzvləri ilə birgə həm tarixi abidələrimizi ziyarət etdik. Gözəl bir gün oldu. Həqiqətən inanıram ki, ittifaq üzvlərindəki sevinci də, xoşbəxtliyi də özünüz gördünüz.